Hər vaxtınız xeyir olsun gənclər. 2017-ci ildə magistratura imtahanına düşmüş olan məntiq suallarının izahına baxırıq. Birinci sualımızda deyir ki, Fərid, Araz, Elvin, Şahin və Kenan adlı işçilər texniki qablaşdırma, quraşdırma, daşıma və nəzarət bölmələrində işləyirlər. İndi mən fikir vermiş olsam, 5 nəfərdirlər və 5 dənə bölmə var. Yəni, hərəsi birində işləmiş olacaq, hərəsi birinə uyğundur. Mən də bu cədvəli qurmaq üçün sol tərəfdən yazıram şəxslərin adlarını. Fərid, Araz, Elvin, Şahin və Kenan. Yuxarı hissədən isə yazacağım bunların işlədiyi bölmələrin adlarını. Deməli, hansı bölmələrdə işləyirlər? Baxaq. Qablaşdırmadır, texnikidir. Baxın, yazıram texniki. Sonra qablaşdırma, quraşdırma, daşıma və nəzarət. Aha. İndi baxmış olsam nəyə? Deyir, Fərid ya texniki, ya da quraşdırma bölməsində işləyir. Yəni, Fərid ya texniki, ya da quraşdırma bölməsində işləyirsə, artıq mən dəqiq bilirəm ki, bu adam qablaşdırmada işləmir. Daşımada işləmir, nəzarətdə işləmir. Ya texniki olar, ya da quraşdırma. Araz ya qablaşdırma, ya da quraşdırma bölməsində işləyir. Araz ya qablaşdırma, ya da quraşdırmada işləyirsə, artıq başa düşürəm ki, bu adam texnikidə işləmir, daşımada işləmir, nəzarətdə işləmir. Elvin ya texniki, ya daşıma, ya da nəzarət bölməsində işləyirsə, bu zaman artıq başa düşürəm ki, Elvin qablaşdırma və quraşdırmada işləmir. Qalan digərini işləyə bilər. Elə ki, bilmirəm. Şahin ya daşıma, ya da nəzarət bölməsində işləyirsə, Şahinə də daşıma və nəzarətdən başqa digərlərini minus yazacağım ki, yəni bu adam quraşdırmada, qablaşdırmada və texnikidə işləyə bilməz. Kenan ya daşıma, ya da quraşdırma bölməsində işləyirsə, daşıma və quraşdırmadan başqa texnikiyə, qablaşdırmaya, bir də nəzarətə mən minus yazmış olacağım. İndi baxıram nəyə? Bizdən nəyə soruşur? Deyir ki, aşağıdakıların hansı mütləq doğrudur? Fikir vermiş olsam, baxın, qablaşdırma sütununa baxsam, görərəm ki, burada 4 dənə minus yazmışam, sadəcə bir dənəsində boşluq var. Yəni, qablaşdırma bölməsində də kimsə işləməlidir, düzdür. O da kim olar? Fərid olmaz, Elşən olmaz, Şahin olmaz, Kənan olmaz, bir dənə Arazın qarşısında qalıb. Artıq mən dəqiq bilirəm ki, Araz harada işləyir? Qablaşdırmada. Araz qablaşdırmada işləyirsə, artıq quraşdırmaya da mən minus yazacağım ki, bu adam orada işləyə bilməz. Da başqalarını mən tapa bilmirəm ki, məlumat verməyib onlar haqqında. Sadəcə bildiyim odur ki, dəqiq, Araz harada işləyir, qablaşdırma bölməsində işləyir. Bu variantları da mən gəlib baxmış olsam, baxın, C variantında Araz qablaşdırma bölməsində işləyir. Bu sənin düzgün cavabın olur. İkinci sualda qeyri-aşkar fiquradat bölməsinə aiddir. Baxmış olsam, 54, 81, 40, 60, 26, 39. Aşağıdakı ədədlərimiz yuxarıdakılardan böyükdür. 54-ün üzərinə 54-ün yarısı olan 27-ni gəlir, olub 81. 40-ın üzərinə 40-ın yarısı 20-ni gəlmişik, olub 60. 26-nın üzərinə 26-nın yarısı olan 13-ü gəlmişik, olub 39. İndi də mən də variantlara baxmış olsam, yarısının üzərinə gəlib aşağıdakini almalıyamsa, 30-un üzərinə məsələn 15-i gəlsəm 40 almaram. Amma 12-nin üzərinə 12-nin yarısı 6-nı gəlsəm 18 olur. Yəni bu da sənin olur doğru cavab kimi B variantı. Və yaxud da bu formada da baxa bilərik. Yuxarıdakılarda məsələn 54-dən 40-a gedibsə minus 14. Yəni 40-dan çıxıb 14-də olub 26. 26-dan sən 14 çıxacaqsan, deyəcəksən ki, yuxarıdakı nədir? 12-dir. Bəs aşağıdakılar necədir? Aşağıdakılardan isə 21 çıxıb, 60-dan yenə 21 çıxımsan 39-dur və 39-dan yenə 21 çıxacaqsan, deyəcəksən ki, nədir? 18-dir. Yəni 12 və 18 o da olur doğru cavab kimi B variantı. Üçüncü sualımızda aşağıdakı cədvəldə A xanalarda 1-dən 10-a qədər 1 və 10 daxil olmaqla tam ədədlər yazılmalıdır. Hər sətirdə və hər sütunda yalnız 2 ədəd yazıla bilər. Cədvəlin kənarında yazılan ədədlər müvafiq sətir və ya sütundakı ədədlərin hasilini bildirir. Sual işarəsi əvəzinə hansı ədəd yazılmalıdır? Deməli, indi baxmış olsam, bu kənardakı ədədlər sətir üzrə, həmçinin sütun üzrə ədədlərin hasilləridir. Və buraya yaza biləcəyim ədədlərdə sadəcə 2 dənə ədəd yazmalıyam. Da başqa 3-cü, 4-cü ədəd yaza bilmərəm. Bir də qara hissələrdə mən ədəd yaza bilmərəm. Yaza biləcəyim ədədlər də 1-dən 10-a qədər olmalıdır. 1-dən 10-a qədər olmalıdırsa, indi baxın, mən burada böyük ədədləri görürəm. 80 və 60. Baxın, 80 və 60-ın kəsişmə hissəsinə gətirib mən 10-u yazaram. Çünki başqa hansı ki ədədin hasil şəklində mən 80-i yaza bilərəm ki, da götürüb 16 vurulsun 5 kimi yaza bilmərəm ki, çünki maksimum 10 yaza bilərəm. Maksimum 10 yaza bilirəmsə, onda elə böyük ədədlərimizdə gətirib maksimum ədədə istifadə edim də. Yəni, bura nə yazım? Onu yazım. Onu yazandan sonra artıq burada nə çatışmır?
8 çatışmır ki, hasil 80 olsun. Mən 8-i 9-un qarşısına yaza bilmirəm. Çünki 8 ilə nəyin hasili mənə 9 verir? Olmaz. 8-i 35-in qarşısına da yaza bilmirəm. Çünki 8 ilə nəyin hasili mənə 35 verir? Heç nəyin. 8-i buraya yaza bilmirəm. 8 ilə nəyin hasili 12 olmaz. Ona görə 8 yaza biləcəyim isə bax burada. 8-i buraya yazdımsa artıq burada nə çatışmır ki? 16 olsun hasil, 2 çatışmır. 2-ni gətirib buraya yazsan, gərək bura 12 yazasan ki, 12 vur 2, 24 olsun. Sən də maksimum 10 yaza bilirsən axı. Ona görə də 2-ni yaza biləcəyin yer sayıca nədir? Baxın bu hissə. Yine bura 10'u yazmışsan 6 çatışmır ki, hasil nə olsun? 60 olsun. 6'nı buraya yaza bilməzsən. Çünki 6 vuraq 2, 12 olur. 18 yazılıb burada. Ona görə sən 6'nı buraya yaza bilməzsən. 6'nı sadəcə yaza biləcəyin isə burada. Çünki qara hissələrə də biz ədəd yaza bilmərik. 6'nı buraya yazdınsa, indi bu sətrin hasili də sənə 24 verməlidir, düzdür? 6 vurulsun neçə? 24 olar? 4. Yəni bu sual işarəsini yaza biləcəyin ədəd 4 imiş. O da olacaq doğru cavab kimi C variantı. Deməli, deyək ki, A, B, C, D bir-birindən və sıfırdan fərqli rəqəmlərdir. İndi bizdə A plus D ilə B plus C-nin burada hasilini soruşur ki, hasil nədir? İndi baxmış olsam mən şifrəli əməllərdir, çubuqlu bölmədir. İndi baxsam görərəm ki, mən C-ni 6-ya vurub 6 almışamsa C-miz neçə imiş? C-miz 1 imiş. C demək ki 1-dir. C-ni tapdım 1. Sonrasında baxmış olsam B-ni 6-ya vurmuşam. B-ni 6-ya vurmuşam. Hər hansısa bir ədəd almışam. Və 6-dan B-ni çıxanda yenə bu D-ni almışam. İndi mən də bilirəm ki, mən bu. 6-nı cüt ədədlərə vurduqda. Sonu özünə bitir. 6 vur 2, 12-dir. 6 vur 2, 24-dür. 6 vur 6, 36-dır. Yəni ki, özünə bitir. Sonları özünə bitir. İndi sən də 6-nı B-yə vurub sonu B ilə bitmisənsə, başa düşdün ki, cüt ədəd olmalıdır. Burada 4 olmalıdır. Aha. Bir də nəyə diqqət yetirməlisən? 6-dan B-ni çıxıb yenə D-ni almışsansa, artıq başa düşürsən ki, D ilə B-nin cəmi, yəni bu hissələrin cəmi 6 olmalıdır. D ilə B-nin cəmi 6 olmalıdırsa, 6 olan bizdə sadəcə 24-də düzdür. Yəni artıq başa düşürəm ki, bu DB nə imiş? 24 imiş ki, D-miz də 2 olsun da düzdür. Artıq başa düşdüm ki, B 4-dür. D-miz nə idi? 2 idi. D 2 idisə artıq A-nı mən tapa bilərəm. A-dan 6 çıxanda 2 alıramsa, A-mız olmalıdır nə? 8. A 8-dir. D-miz nədir? D-miz deməli 2-dir. Aha. B ilə C-yə baxıram. B-miz 4-dür. C-miz də oldu neçə? C-miz də 1. Yəni 10 vurulsun 5, o da olacaq 50. Yəni D variantı. 5-ci sualda baxmış olsam kütlə kiloqram. Yəni kütlənin ölçü vahidi kiloqramdır. Aha. Həcmin də ölçü vahidi bizdə nədir? Litr olmalıdır. O da olur doğru cavab kimi A variantı. 6-cı sualda xəyali kəsiklər. Xəyali kəsiklər indi qatlanma formasına baxıram. Kvadrat formasında olan kağızdır və bu kağızı mən diaqonal üzrə sol tərəfdən sağa doğru qatlamışam. Qatladıqdan sonra isə həmin bu kağızı, baxın, yenə də aşağıdan yuxarıya doğru qatladım və müəyyən kəsiklər yaratdım. Bu kəsikləri yaradandan sonra da mən bunu necə qatlamışamsa, o istiqamətdə əksinə açmalıyam. İndi baxın, bunu mən aşağıya doğru açmalıyam diaqonal üzrə. Aşağıya doğru açmış olsam, bu güzgə əksləri ödənməlidir. Güzgə əksləri ödənməlidirsə, artıq mən baxsam, məsələn, D variantına burada romb verib. Romb düzgün deyil, əslində belə üçbucaq formasında olmalıdır. D variantı getdi. Sonrasına baxmış olsam, bu kvadratı gəlirik tamamlayaq. Bir dəqiqə. Aha. Kvadratda mən tamamlamış olsam, təxminən belə olacaq. Məsələn, daha gəlib A variantında kim belə olmaz. Yuxarısız kvadrat olmaz. Baxın, belədir bizdə. Romb formasındadır. Ona görə A variantı getdi, Y variantı getdi. Bax, bu hissəyə görə. Sonrasında baxmış olsaq nəyə? Məsələn, bunu çəkmiş olsam tam. Romb yuxarıda varsa, burada da olmalıdır. Və bunları mən diaqonal üzrə sol aşağıya doğru açmış olsam, bu romblar tamamlanmalıdır. Yəni bu üçbucaqdan birdən də olmalıdır. Yəni romb tamamlanır. Romb tamamlanırsa artıq. İndi baxmış olsaq, məsələn, C variantına burada baxın nədir? Oxlardır. Yəni bizə nümunədə verilən şəkil deyil. Ola bilər qatlanmalar düz olsun, amma bizə nümunədə verilən şəkil deyilsə, o düzgün olmayacaq. Ona görə doğru cavabımız nə olur? C variantı olmuş olur. Baxın, burada da belə romb alınır. Aha. Yəni bu formada romb olmuş olur. Doğru cavabımız olur B variantı. Deməli, növbəti baxıram 7-ci sualımıza.
7-ci sualımıza baxmış olsam, deyir, sual əvəzinə uyğun olan variantı seçin, fiqurlar natural ədədləri ifadə edir. İndi baxmış olsaq, məsələn, baxın, kvadratla üçbucağın hasili 40-dır. Dairə ilə üçbucağın hasili də 15-dir. Yəni, bunların ortaqları nə var bizdə? Üçbucaqdır. Deməli, 40 ilə 15-in hasilində üçbucaqlar ortaqdır. Yəni, 40 ilə 15-in bölünə biləcəyi ədəd nədir bizdə? 5-də düzdür. Gətirərəm, bunlara 5 yazarım. 5 yazdıqdan sonra artıq başa düşdüm ki, kvadrat nə olar? 8 olar ki, 8 vurulsun, 5 40 olsun. Dairəmiz də neçə olacaq? 5-i yazmışamsa artıq burada 3 çatışmır, olacaq 3. Dairələr artıq 3-dürsə, mən bunu tapa bilərəm də. Rombu neçə olacaq? 4 vurulsun, 3 12 olar. Aha, kvadratı 18 tapmışdım, həqiqətən 8 vurulsun ki, 24 oldu. Yəni, heç bir problem yoxdur. İndi kvadratımız 8-dir, rombumuz nə oldu? 4 oldu, də 3 bucağı da 5-dir. 8 deyil 4, 12, çıxaq 5 olacaq 7, yəni A variantı. 8-ci sual yenə analogiyadır. Əsasən analogiyada sözlərin ardıcıllığını nəzərə yetirməliyik. Yəni mütləq şəkildə. Məsələn, hardan hara gedirik? Askarit nədir? Parazitdir. Yəni askarit daha xüsusi bir anlayışdır, amma parazit isə ümumidir. Ona görə də mən variantlarını nə götürəcəm? Xəstəlik yenə deyil. Ziyanverici qarışqa deyil. Xəstəlik iflic deyil. Yəni iflic xəstəlikdir. Burada arıcılığa görə düzgün götürə bilmərik əsla. Quş sərçə deyil. Sərçə quşdur. Yəni solda xüsusi yazılıb bizdə. Burada ümumi. Amma bizdə nümunədə necədir? Bəs sağ tərəfimizdə xüsusi bir anlayış olmalıdır, sol tərəfdə ümumi olmalıdır. Y variantına baxmış olsam, palto nədir? Geyimdir. Yəni palto geyim növüdürsə, o da olacaq doğru cavab kimi Y variantı. Belə. 9-cu sualda verilən sözlər arasındakı məntiqi əlaqəyə əsasən analoji variantı seçin. Yenə analogiyadır. Xəstəxana, cərrah, həkim. Cərrah nədir? Həkimdir. Düzdür. Və bu adam da harada işləyir? Xəstəxanada. Müəllim bioloq deyil. Ümumiyyətlə, bioloqla biologiya müəllimliyi anlayışı fərqlidir. Yəni, burada biologiya müəllimliyi olsaydı, haradasa düzgün götürə bilərdik. Amma arıcılıq düzgün olmayacaqdı onda da. Bioloq və müəllim anlayışı tamam fərqli anlayışlardır. Ona görə A variantı götürə bilmərəm. Frezerçi, fəhlə, bu da nədir? Zavodda işləyir. B variantı düzgün cavabdır. Frezerçi, fəhlədir və bu adam da harada işləyir? Zavodda işləyir. Bu düzgün cavab. Ağac dələn deyil. S getdi. Ay gün deyil. D də getdi. Pəncərə qapı deyil. Yəni fərqli anlayışlarda Y variantı da getdi. 10-cu sualımızda. 10-cu sualımız deməli fiqur ədəddir. Bizdən soruşur X-lə Y-i. İndi biz tapmalıyıq ki, X nədir, Y nədir? İndi mən baxmış olsam, görürəm ki, bu 23 nələrə birləşib. Yəni nələrə birləşibsə onlardan almışsam. 46 və 67-yə. 46 və 67-dən mən necə 23 ala bilərəm? Bunların rəqəmlər cəminə bir dənə baxın. 4 ilə 6-nın cəmi 10-dur. 6 ilə 7-nin cəmi 13-dür. 10 ilə 13-ü cəmləmiş olsam olacaq 23. Yoxlayıram görüm düzdür yoxsa yox. 6 ilə 7-nin cəmi yenə 13-dür. 3 ilə 2-nin cəmi nədir? 5-dir. Və 13 ilə 5-in cəmi mənə həqiqətən nəyi verir? 18-i. İndi mən buradan X tapa bilərəm də. X nəyə birləşib? 46 və 51-ə. 4 ilə 6-nın cəmi 10-dur. 5 ilə 1-in cəmi 6-dır. 10 ilə 6-nı cəmləmiş olsam olacaq 16. Yəni X oldu 16. X artıq 16-dır. Y mən tapmalıyam. Y-i necə taparam? İndi baxmış olsam. Baxın, məsələn, 4-ün kvadratı ilə 6-nın kvadratının cəmi bizə 52 olacaq. Yəni 4-ün kvadratı 16-dır. Üzərinə gəlmiş olsam 36-nın, yəni 6-nın kvadratı olacaq 52. 6-nın kvadratı 36, üstə gəlir 7-nin kvadratı 49 gəlmiş olsam olacaq 85. İndi baxıram, Y tapmaq istəyirəmsə, 3-ün kvadratının üzərinə 2-nin kvadratına gəlməliyəm. Yəni 9 üstə gələk 4, o da olacaq 13. X-imiz oldu bizdə neçə? 16. Y də oldu bizdə 13. 16 və 13 doğru cavab kimi D variantı. 11-ci sualda hissələrin birləşdirilməsidir. Hissələrin birləşdirilməsidirsə, gəl onu da birləşdirək. Yine baxın, bunları yazıram 1, 2, 3 deyə. 1, 2, 3, 4 deyə. Yine fikirləşirəm ki, biri mən hansı hissəyə yaza bilərəm. Hissələrin birləşdirilməsinə əsasən nəyə diqqət edirik? Hissələrin müəyyən bucaq altını çevirə bilərik, amma güzgü əks ala bilmərik. Və bir də ölçüsünü dəyişdirə bilmərik. Ölçüsü demək olar ki, eyni olmalıdır. Yəni artıq mən bunu kiçildib böyüdə bilmərəm də. İndi baxın, biri mən hara yaza bilərəm? Baxın, biri gətirib yaza bilərəm bura. Bir gəldi, yazdım bura. İkini də gətirib bu hissəyə yazıram. Aha. Sonra 3'ü gətirib bura yazıram. Bir də gəldi oldu 4 burada. Doğru cavab kimi C variantı. 12-ci sualda verilən kubun ixtiyar çevrilməsi nəticəsində alınan kubu tapın. Kubun sadəcə bir forması verilib bizə, bir tərəfdən görünüşü, yəni yığılış formasıdır. Yəni də variantlarda da bizdən yığılış formasını soruşur.
Yəni sadəcə 3 dənə üz məlumdur bizə. O 3 dənə üzünə mən getmiş olacağam. İndi məsələn baxmış olsam, bir də deyir ki, kubun alt üzü də fərqlidir. Yəni deyə bilmərik ki, burada nöqtə varsa, bəlkə solda və yaxud da axırda, aşağıda hər hansısa bir üz yenə təkrar olunsun, xeyr. Yəni bir üzdən sadəcə bir dənə olur. İndi məsələn mən baxmış olsam A variantına, A variantı düzgün deyil. Səbəb nədir bəs? Səbəb odur ki, mən buradakı nöqtəni üçbucağı yaxın görürəm, düzdürmü? Birləşib. Amma məndəki nöqtə gəlib hara birləşib? Ağ tərəfə birləşib. Yəni üçbucaqdan uzaqda da əslində bax bu tərəfdə olmalıydı o. Ona görə A variantı getdi. Ki A variantı düzgün deyil. Sonrasında həmçinin C variantına baxmış olsan, nöqtə baxın üçbucaqdan necədir? Uzaqdadır. Əslində yaxında olmalıydı. C variantı da getdi. Sonrasında baxmış olsam mən görərəm ki, Y variantında bu plusa yaxınlaşıb nöqtə. Yəni plusa birləşib. Amma əslində birləşməyib, baxın, bizdə baxın necə aralı məsafədədir. Ona görə Y variantı da getdi. Aha. Qaldı bizim B variantımız və D variantımız. B ilə D variantına baxmış olsaq, məsələn, bu diaqonaldır, baxın, bu diaqonal formasında. Bu diaqonalı mən bir dənə çevirib sol tərəfə, sonradan soldan sağa doğru çevirmiş olsam, diaqonal gəlib belə düşəcək. Amma baxın, diaqonala bunun aşağı hissəsindən plus birləşib, baxın, plus əslində bizim sağ tərəfimizdə olmalıydı. B-də yuxarıda verib. Yəni, bu diaqonal bu formada olduqda plus heç vaxt yuxarıda olmaz. B variantı getdi. D variantı sənin düzgün cavabındır. Yəni sadəcə bu şəkli bir dənə çevirsən, bir dənə sol tərəfə doğru aşıtmış olsan, plus öndə qalır. Problem yoxdur. Bu da bizdə yuxarı üz olacaq da. Və bu hissədə yeni üzdür. Yəni aşağıdakı olan hər hansısa bir üzdür gəlib sağ tərəfimizdə dayanıb. D variantı bizim düzgün cavabımız olur. Gəlib baxıram 13-cü sualımıza. 13-cü sualda deyir ki, 180 nəfərlik restoranda 3, 4, 5 nəfərlik masalar var. 3 nəfərlik masaların sayı 7-dən, 4 nəfərlik masaların sayı isə 5-dən az olmadığına görə. Deməli, 3 nəfərlik masalarımız var, 4 nəfərlikdir, bir də var 5 nəfərlik. Deyək ki, 3 nəfərlik X qədərdir, 4 nəfərlik Y qədər, 5 nəfərlik də olsun Z qədər. İndi nə deyir? 3 nəfərlik masaların sayı 7-dən az olmadığına görə, yəni ki, X nədir? Ya 7-yə bərabərdir, ya da 7-dən böyük ədəddir. 4 nəfərlik masaların sayı isə 5-dən az olmadığına görə, yəni Y-in də sayı ya 5-dən böyükdür, ya da ki 5-ə bərabərdir. Z-də elə ki bilmirəm. İndi nə deyir? 5 nəfərlik masaların sayı ən çoxu neçədir? İndi bax, 5 nəfərlik masaların sayına mən çox demək üçün gərək X-la Y-ə yaza biləcəyim ən minimum qiyməti deyim də, düzdür? İndi baxıram, 180 nəfərlikdir, düzdürmü? 180 nəfərlikdir. Gətirib mən yazmış olsam, məsələn, 3 nəfərlik masaların sayı X qədərdir, deyək ki, düzdür? Yəni, X-in yerini məsələn, mən 7 yazıram. Deyək ki, 7 dənədir, 3 nəfərlik masaların sayı olacaq nə qədər? 7 vurulsun 3, 21 qədər. Yazıram bura 7 vurulsun 3. Üstə gələk. Ümumidə 180-dir. Y-i də götürürəm 5. 4 nəfərlik masaların sayı 5-dirsə, ümumi nə qədər insan olur, neçə nəfər tutmuş olur? 4 vurulsun 5 qədər. Aha, üzərinə gəlirəm nəyi? Üzərinə gələcəm Z-in qiymətini. Aha. Deməli, indi baxıram mən. Və bunlar nə qədərdir? 180 nəfərdirlər. İndi mən baxmış olsam, burada 5-də olmalı, daha doğrusu 5 nəfərliksə və Z qədər isə olacaq 5 Z qədər. İndi baxmış olsam, görərəm ki, 7 vurulsun 3, 21, üstə gəl 4 vurulsun 5, 20. Üstə gəl 5 Z bərabərdir 180. İndi sən fikir vermiş olsam, bu Z tam ədəd alması üçün, çünki nəfərlərin sayı, adamların sayı tam ədəd olmalıdır axı. İndi sən baxmış olsan, 21 ilə 21-ni cəlmirsən 41-dir. Üstə gəl 5 Z bərabərdir 180. İndi mən 5 Z tapmaq üçün buradan 180-dən 41 çıxmalıyamsa, o da olacaq nə qədər? 139. 139 5-ə bölünmür axı. Yəni sən burada elə bir ədəd almalısan ki, o 5-ə tam bölünsün. 5-ə tam bölünməsi üçün ədədin gərək sonu 0-la bitsin, ya da ki, sonu 5-lə bitmiş olsun. İndi mən də baxıram. Demək ki, bu versiya alınmadı. Bu versiya alınmadısa, rəqəmlərin birini, məsələn, ya 5-i ya da 7-ni bir vahid artırıram. Yəni, ikisini eyni anda artırmıram. Çünki bu ən çox istəyir, Z ən çox istəyir. İkisini də eyni anda artıra bilmərəm. Artırsam çünki Z-in qiyməti minimuma düşür. Ona görə də gətirib nə edirəm? Bu 5-i bir dənə 6 eləyirəm. İndi baxın nə alınır. 7 vurulsun 3, 21-dir. 4 vur 6, 24-dür. Üstə gəl 5 Z. Artıq bunların cəmi son 5-lə bitəcək, düzdür? Heç bir problem olmaz. 21 üstə gəl 24, 45-dir. Üstə gəl 5 Z. Bərabərdir 180-ə. 5 Z-imiz də nəyə bərabər olmuş olur?
180-dən 45-i çıxmış olarsan, olar 135. İndi 135-i sən Z-ə bölmüş olsan, 5-ə bölmüş olsan, Z taparsan ki 27 imiş. Yəni ki 5 nəfərlik massaların sayı ən çoxu 27 nəfər 27 ola bilər. O da olacaq doğru cavab kimi Y variantı. 14-cü sualda hərflər deyil bir-birindən fərqli rəqəmlərdir. Fikir vermiş olsaq 0 demir, yəni 0-dan fərqli demir. 0-dan fərqli şərtini demirsə, sən artıq burada 0-da istifadə edə bilərsən. İndi səndən XB-nin minimum qiymətini soruşur. XB baxın budur. Yəni sən bu 3 dənə də cəmləməlisən, ala biləcəyin ən minimum qiyməti almalısan. İndi minimum qiymət soruşursa, biz də bilirik ki, ədədin minimum olması üçün birinci rəqəmlərini mən çalışmalıyam ki, kiçik ədədləri yaza bilim. Yaza biləcəyim ən kiçik ədədləri. Onlar nələrdir? 1-dir, 2-dir və 3-dür. 1, 2, 3 artıq burada istifadə etdim. Yerdə qaldı B və D. B və D-yə mən necə ədəd yaza bilərəm? Bir də fikir vermiş olsam, B, D, D-ni cəmləmişəm. B-ni olduğu kimi gətirib buraya yazıb. Artıq başa düşürəm ki, bu D-lərin cəmi sonu 0-la bitib. Ya sonu 0-la bitib, ya da elib cəmi 0-dır. Məndə də 0-dan fərqli şərt demir ki, mən gətirib D-lərə rahatlıqla 0 yaza bilərəm də. 0-0 yazsam, B-yə də gətirib nə yazaram? Artıq 1 yaza bilmirəm, 2-ni 3 yaza bilmirəmsə, yaza biləcəyim ən minimum ədəd 4-dür. Gətirərəm B-yə 4 yazarım. Bunların da cəmi neçə olar bizdə? 64 olmuş olar. O da olacaq doğru cavab kimi Y variantı. Da gətirib D-lərə 5 yazmıram. Məsələn, 5 yazmış olsam artıq bir yadda sol tərəfə qalmış olur. Axı bizim birinci rəqəmimiz böyümüş olur. Da 0 yazma varkən niyə mən 5 yazım? Gətirərəm 0 yazaram, minimum qiymətimi alaram. 15-ci sualımızda deyir ki, bir turist qrupunda yalnız Alman və İngilis dillərində istifadə olunur. İndi qrupun 5də biri hər iki dildə danışır. Deməli, Eyler-Venn diaqramı çəkirik. Burada var Alman dilində danışanlar və İngilis dilində danışanlar. Alman və İngilis dilində danışanlar. Aha. İndi nə deyir? Qrupun 5də biri hər iki dildə danışır. Qrupun ümumi sayı deyək ki, olsun Y qədər. Y qədər deməyək 5Y götürək ki, 5-ə tam bölünsün də 5Y qədər. 5də 1 hər iki dildə danışırsa, 5Y-in 5də 1 hissəsi olacaq nə Y, yəni hər ikisi ortağına yazırıq Y. Ancaq Alman dilində danışanların sayı, yəni bu hissədən danışır, ancaq İngilis dilində danışanların sayının yarısına bərabərdir. Yəni yalnız İngilis dilində danışanların sayını mən 2x götürsəm, yalnız Alman dilində danışanların sayını deyəcəm ki, nə qədərdir? X qədərdir. Qrupda 22 nəfər İngilis dilində danışırsa, qrupda 22 nəfərin İngilis dilində danışması demək nə deməkdir? Baxın, bu hissədə 22 nəfər İngilis dilində danışanlar ümumi bu hissədə, yəni ortaqlar da var burada. Yəni sadəcə 2x-ə bərabər götürmürəm. Yəni burada həm var ortaqlar, çünki ortaqlarda da İngilis dilində danışanlar var axı. Ona görə Y ilə 2x-in cəmini götürəcəm 22-yə bərabər. Aha. Əgər yalnız İngilis dili desəydi, yalnız İngilis dili. Bu zaman 2x-ə bərabər götürəcəyəm. Amma yalnız sözünü demədiyinə görə mən də Y ilə 2x-in cəmini götürmüş oldum. İndi baxıram, Y üzrə 2x 22-dir. Bir də Y 2x-in cəmi də bizdə ümumi şagirdlərin sayıdır axı. Ümumi də qrupun sayı nə qədər idi? 5Y idi. İndi mən bunları cəmləmiş olsam, yəni x-i Y-lə və yaxud da Y-i x-lə əvəz edirəm ki, bir məchulu tənliyə gətirə bilim. Bunların cəmi neçə olur? 3x üstə gələk Y bərabərdir 5Y-ə. Deməli, baxmış olsam 3x-dır. 3x-dır. Y-i də mən sağ tərəfə atmış olsam, olacaq nə qədər? 4Y. Məsələn, mən buradan Y-i tapmış olsam, Y-imiz nəyə bərabər olmuş olacaq? Olacaq 3x bölünsün 4-ə. İndi gətirib burada. Baxın, Y-in əvəzinə yaza bilərəm də 3x bölünsün 4-ü. 3x bölünsün 4, üstə gələk. 2x-dır, bərabərdir 22. İndi mən bu tənliyi həll edim. 4-ü məxrəcdə yazıram. 4 olsun 2x olur 8x. Yəni 3x-in üzərinə 8x gəlsəm olur 11x. Bərabərdir 22. 22 ilə 11 ixtisar yapar. Burada 2 qalsın. X da nəyə bərabər olmuş olur? 2 vur 4 olacaq 8. Bizdən nəyin sayısı soruşur? Neçə nəfər Alman dilində danışır? Yəni bu hissənin cəmini soruşacaq bizdən. Baxın, bu hissənin ümumi. İndi baxıram. X-ımız neçə idi? X oldu bizdə 8. Aha. İndi baxmış olsam 2x-da neçə olur? 2 vurulsun 8 olacaq 16. Qrupda 22 nəfər İngilis dilində danışırdı axı. Yalnız İngilis dili bilənlər 16 nəfərdirsə, ortaqlar nə qədər olur? 6 nəfər olur. Və bizdən neçə nəfər Alman dilini soruşur. Yalnız Alman desəydi 8 götürərdim. Amma yalnız demədiyinə görə baxın, bu 2 dənəsinin cəmini götürəcəm. Yəni 8 və 6-nın cəmi olacaq 14. O da olur doğru cavab kimi Y variantı. 16-cı sualımız deməli şifrələrdir. 5 dənə söz verib və variantlarda da 5 dənə kod verib. İndi mən tapmalıyam ki, motor sözünün kodu nədir?
İndi mən fikir vermiş olsam nəyə? Fikir vermiş olsam. Motor sözündə birinci və ikinci və dördüncü hərflərimiz eynidir. Variantlara da baxmış olsam, ikinci və dördüncü eyni olan bir B variantıdır, bir də C variantıdır. Yəni bir də fikir vermiş olsam, parad sözündə də eynisidir. Parad sözündə də ikinci və dördüncü hərflərimiz eynidir. Yəni mən ya O'nun ya da A'nın kodunu tapmış olsam cavab taparam. Məsələn, O'nun kodunu mən rahatlıqla tapa bilərəm. Niyə? Çünki 5 dənə sözdən baxmış olsam, omega və opera sözləri O ilə başlayır. Yəni 2 dənə sözümüz eyni hərflə başlayır. Mən də variantlarda başlanğıclara baxmış olsam, 2 dənəsi eyni ilə başlayan 6-dır da. Artıq başa düşürəm ki, onların kodu nədir? 6-dır. Mən artıq başa düşdüm ki, mənə motor sözü lazımdırsa, bunun ikinci və dördüncü hərfi 6 olacaqdır. Yəni C variantı lazımdır mənə. Bu 1, 2, 3, 2, 4 isə paradın koduymuş. O da olur doğru cavab kimdir? C variantı. Sonrasında baxıram 17-ci suala. 17-ci sualda nədir? 8-dən 12 almışıq, 12-dən 24, 24-dən 60 və 60-dan 168. İndi baxmış olsaq necə olacaq? 8-in üzərinə 4 gəlsəm 12-dir. 12-nin üzərinə 12 gəlsəm 24-dür. 12-nin üzərinə gəlmiş olsam nəyi? Gəlmiş olsam 36-nı. Olacaq 60, 60-ın üzərinə 108 gəlsəm, olacaq 168. İndi mən artımlara baxmış olsam, 4, 12, 36, 108, bunlar arasındakı fərq 3-dür. Yəni ki, 3 dəfə artır fərqlər. Vuruç formasında. İndi mən də 108-i 3 dəfə artırıb 168-in üzərinə gəlməliyim. 108-i 3-ə vurmuş olsam, o da olacaq nə? 324. Düzdür? Yəni mən 168-in üzərinə 324-ü gəlməliyim. Bu da olacaq bizə doğru cavab kimi 492. Və yaxud da başqa bir versiyana necə gedə bilərik? Çıx 4 vuruç formasında. Yəni 8-dən 4 çıxarsan vurarsan 3 olar 12. 12-dən 4 çıxarsan 8-dir, 3-ə vurarsan 24. 24-dən 4 çıx 20-dir, vuruç olsun 60. 60-dan 4 çıxarsan neçədir? 56-da vurarsan 3-ə olar 168. Aha. 168-dən 4 çıxarsan 164, vurarsan 3-ə olar 492. Yəni bu formada da gedə bilərik. B variantı bizim doğru cavabımız olur. 18-ci sualda fərasət sözünün kodunu axtarırıq. Deməli, baxmış olsam 5 dənə kod verilib, 5 dənə də burada sözümüz var. İndi mən bunların kodlarını tapmış olsam necə olacaq? Görürəm ki, sonu 3 dənə F-lə bitir. Sonu 3 dənə F-lə bitirsə, bizdə də 3 dənə kod olan 9-dur. Artıq başa düşürəm ki, F-lər nəymiş? 9-ymuş. F-ləri gətirib 9 yazıram. F-lər 9-dursa artıq F-lə başlayan bizim 9. 9-la başlayan kodumuz nədir? 9, 7, 5, 6-dır. Gətirirəm, ümumilikdə buraya yazıram. 9, 7, 5, 6. Artıq mən başa düşdüm ki, R nədir? 5-dir. Ələr nədir? 7-dir. Aha. Ələr 7-dir, R-lər 5-dir. R-lər 5-dir, bir də zəif kodu burada fərqləndi. Digərlərinə çünki R-lər var, 4 dənə R. Burada isə zəifdə isə fərqlidir. Yəni burada 5 ilə olmayan bizdə 6, 7, 3, 9 kodu var idi. Artıq başa düşdüm ki, bu da zəifin kodudur. 6, 7, 3, 9. Z-in kodunu artıq başa düşdüm ki, 6-dır. 6, 7, 3, 9-dan başqa 6, 7, 5, 9 var bizdə. Demək, 6, 7, 5, 9 da oldu zərfin kodu. Sonrasında 7, 5, 9 ilə bitən bizdə başqa nəyimiz var? 6, 7, 5, 9-u çıxmış olduq. Bir də 9 ilə başlayanı çıxmış olduq. Buna çıxdım. Aha. 8, 7, 5, 9 ilə baxın burada 7, 5, 9 ilə bitən gətirib sərfə yazacağım. Çünki 7, 5, 9 ilə bitirsə artıq başa düşün ki, S-nin də kodu nə oldu? 8 oldu. 8, 7, 5, 9 yazdım. Bir dənəsi qaldı. O da oldu şərhin kodu 1, 7, 5, 0. İndi bunları hamısını tapırıq. Nə üçün tapırıq? Çünki fərasət sözünü tapa bilməkdən ötürü. Fərasət sözündə birinci hərfimiz 9-dur. F-dir, F hərfidir. Birinci rəqəmimiz olacaq 9. Ə hərfi kodu 7 idi. Gətirdim 7 yazdım. R hərfinin kodu nə idi? 5 idi. Gətirdim 5 yazdım. A hərfinin kodunu tapa bilməmişəm. Mən onu boşluq saxlayıram. Aha. Sonrasında S hərfinin kodu. S-in kodu 8 idi. S-in koduna 8 yazdımsa artıq mən gəlib burada hansını çıxa bilərəm? Baxın. Çıxa bilərəm C variantını. Çünki burada 1 yazıb. Ona görə getdi. Çıxa bilərəm D variantını. Çünki burada 1 yazıb. Ona görə getdi. Ə hərfinin kodu 7 idi. Problem varsa variantlarda çıxa bilərəm. Elə ki görmürəm. T hərfinin kodu yoxdur. Yəni bu hissələr yoxdur bizdə. 1, 4-cü rəqəmimiz yoxdur. Bir də var 7-ci rəqəmimiz də yoxdur. 4-cü budur, 7-ci budur. 4-cü budur, 7-ci budur.
4-cü budur, 7-ci budur. İndi gəlib A variantına fikir vermiş olsam, 4 ilə 7-yə hər ikisinə eyni rəqəm yazıb, 2 yazıb. Olmaz. Çünki məndə A ilə T fərqli hərflərdə, fərqli hərflərdə isə fərqli rəqəmlərdə olmalıdır. Olmaz. B variantında da həmçinin hər ikisinə 4 yazıb. Yəni fərqli hərflərdə isə fərqli rəqəmlərdə olmalı deyirik. Ona görə də B variantını da biz silmiş oluruq. Y variantı bizim doğru cavabımız, heç bir problem yoxdur. 2 və 4, yəni təkrarlanmayan hərflərdir. Gəlib baxıram 19-cu sualda. 19-cu sual yenə analogiyadır. Feil təsrif etmək, isim isə sual işarəsi. Feil deməli təsriflənir. Yəni cümlə təsriflənir. İsim isə yəni xüsusiyyəti nədir? İsmin halları var da, hallandırmaq olur. O da olur doğru cavab kimi D variantı. 20-ci sual deməli anaqramdır. 4-ü müəyyən münasibətə görə oxşardılar bir-birinə. Məntiqi əlaqəyə görə oxşardılar, amma bir dənəsi isə fərqlidir. A variantı direktordur. Direktor. Y variantı ekvatordur. C kurator. D variantı repetitor və yaxud da prioritet də ola bilər. Repetitor. Y olur novator. Deməli, A variantı, C, D, Y variantları bunlar insana məxsus olan bir anlayışlardır. Amma B variantı ekvator fərqli anlayışdır, yəni cansızdır. Ona görə B variantı sənin doğru cavabın olur. 21-ci sualımızda fiqur birləşdirmədir, yəni fiqur tamamlamadır. Biz 1 ilə 2-ni birləşdirməliyik, hər hansı bir fiqur alınmalıdır. Və bərabərliyin sağında da o fiqurun eynisi alınmalıdır. Yəni çatışmayan hissə nədirsə, sən onu götürməlisən. Biz də bunları variantlarını axtara bilərik. Məsələn, sol tərəfimizdə nə hissə varsa, sağ tərəfdə də o var. Ya istəsək 1-i 2-nin üzərinə çəkərik, ya da 2-nin 1-nin üzərinə hər hansı bir fiqur alarıq və çalışmalıyıq ki, bərabərliyin sağında da eyni fiqurdan olsun. Variantlarla işləmək burada daha məsləhətlidir. Niyə? Çünki daha tez tapa bilərik. Məsələn, B ilə A ilə B-nin fərqinə bir dənə baxmış olsam, A ilə B-nin fərqi nədədir? A-da bu hissə var bizdə, amma B variantında o yoxdur. Baxın, görüm o mənə lazımdır mı, yoxsa yox. O hissə mənə lazım deyil. Niyə? Çünki burada verilib də mənim çatışmayan hissə nədirsə onu götürməliyəm. Demək ki, A variantını mən çıxdım, getdi. Lazım deyil. B ilə C variantına baxıram. B ilə C-nin fərqi nədədir? B ilə C-nin fərqi isə baxmış olsaq, məsələn, B variantının bu xətti var, amma C-də o yoxdur. Bu dairə. İndi mən fikir vermiş olsam, görərəm ki, baxın, bu hissədə bizə lazımdır axı. Bir dənə baxmış olsaq, baxın, burada varsa, bu hissədə də ondan olmalıdır. Olmalıdırsa, onda olsun da, yəni C variantı düzgün olmaz. B variantına D variantının bir dənə fərqinə baxmış olsaq, B ilə D-nin fərqinə baxsaq, baxın, D variantının bu xətti var, amma B variantında yoxdur. İndi mən də baxmış olsam, bərabərliyin sol tərəfində olunan varsa, bizdə də burada olmalıdır. Yəni, bu tamamlanmalıdır. Tamamlanmalıdırsa artıq deyirəm ki, yoxdursa olmalıdır. B variantı getdi, qaldı bizim D ilə Y variantlarımız. D ilə Y variantının fərqinə baxsaq, bu xətt D-də var, amma Y variantında o xətt yoxdur. O xətt yoxdursa, indi baxıram. Yəni, bərabərliyin sol tərəfində o xəttdən varsa, bərabərliyin sağında da o xəttdən olmalıdır. Olmalıdırsa Y-də yoxdur, D-də var. Bu da olur sənin doğru cavabın. Gəlib baxırıq 22-ci suala. Deyir ki, verilmiş açılışlardan 4-ə eyni bir kuba aiddir. Hansı variant bu kubun açılışı deyil? Yəni, kubun açılış formaları verib. Biz də burada əsasən birinci baxmalıyıq qarşı üzlərə görə. Yəni, qarşı üzlər hamısında eynisə problem yoxdur. İkinci növbədə baxarıq üzlərin birləşmə versiyasını. Məsələn, qarşı üzlərə görə baxmış olsam, qarşı üzlərə görə hər hansı bir problem çıxmayacaq. Məsələn, Y-dir, I-dır. Məsələn, deyək ki, bunlar bir-birinin qarşı üzləridirsə, burada da qarşı üzlərdir. Burada da həmçinin qarşı üzlərdir. Burada da qarşı üzlərdir. Həmçinin burada da qarşı üzlü. Sonrasında deyək ki, L ilə Q hərfi rus hərfləridir. L ilə Q hərfi qarşı üzlərdirsə, burada da qarşı üzlərdir. Aha, L ilə Q hərfi. Burada da qarşı üzdür. Bu hissədə də qarşı üzdür. Digərinə baxmaya ehtiyac yoxdur. İndi qarşı üzlərə görə problem olmalıdırsa, o zaman üzlərin bir-birindən birləşmə versiyasına baxaq. Ki, görək vəziyyət necədir. İndi mən baxmış olsam, baxın, A variantına Ya ilə L necə birləşib. Ya-nın düz xətt hissəsinə L-in yuxarı hissəsi birləşib. İndi mən digərlərinə baxmış olsam, məsələn, B variantına baxın. Biz sonuncu üzü gətirib əvvəl ata bilərik axı. Gətirib mən əvvəl atmış olsam, L baxın belə düşəcək. Yəni, Ya-nın arxa hissəsi, yəni dairə olan hissəsi L-in yuxarı hissəsinə birləşib. Ya A variantı, ya da B variantı səhv olacaq. Yəni, ikisindən biri səhvdir.
İndi gəlib C variantına baxım görüm A formasındadırsa, demək ki B fərqlidir, B səhv olur. Yox, B formasındadırsa A səhv olacaq. İndi baxıram C variantına. Baxın, yanın arxa hissəsinə, yəni dairə olan hissəsinə elin yuxarı hissəsi birləşir. Artıq başa düşürəm ki, B ilə C variantı bir-birinə oxşardır. Oxşardırsa, demək ki, burada problem yoxdur da. Problem hardadır? A variantında. 23-cü sualda. 23-cü sualımız deməli sudokudur. Sudoku. İndi biz də baxmalıyıq ki, sual işarəsinin yerində hansı ədəd olmalıdır? 1, 2, 3, 4, 5 və 6 ədədlərini elə yerləşdirməliyəm ki, sətirdə, üstündə və qara sərhəddə olan hissədə ədədlər təkrarlanmasın. Yəni, hər birindən bir dəfə yazılsın. Bir dəfə yazılsınsa, mən də ən çox təkrar olunan, yəni ən çox gördüyüm ədəd hansıdırsa, ilk olaraq oradan başlamalıyım. Məsələn, sual işarəsi baxın buradadır. Və bir də bloklarda 1 görürəm. Yəni, 3 dənə blokda 1 var. Artıq mən fikirləşirəm. Bu sütunda 1 varsa, mən bu sütuna 1 yaza bilmərəm. Yəni, bu sütunlara 1 olmaz. Bu sətirdə 1 varsa, bu sətirdə də 1 olmaz. İndi mütləq ki, bu blokda 1 olmalıdır, düzdür. 1 olmalıdırsa da mən gətirib 1-i 5-in üzərinə yaza bilmərəm ki. 1-i gətirib ara yazaram. Boş yeri sadəcə sual işarəsinin yeridir. Yəni, sual işarəsinin yerində 1 olmalıdır. O da olacaq doğru cavab kimi A variantı. Gəlib baxıram 24-cü sualımıza. 24-də deyir ki, müştərilərinə 3 müxtəlif yemək, şorba, salat, kabab və 3 müxtəlif içki, çay, qəhvə, meyvə şirəsi təklif edən restoranın daimi müştərisi qeyd olunanlardan 3-ünü sifariş verdi. Bir qədər sonra deyir, ofisiyant nələr sifariş olduğunu unutdu. O bilir ki, sifarişdə heç olmasa bir içki və bir yemək var. Müştəri şorba sifariş veribsə, salat da sifariş verib. Kebab sifariş olunubsa, kebab. Nə sifariş olunub? Salat da sifariş olunub. Meyvə şirəsi daha doğrusu. Meyvə şirəsi də sifariş olunub. Çay və qəhvədir birlikdə sifariş olunmaq. İndi mən baxıram. Bir də əsasən nəyə diqqət etdirməliyik? Əgər şorba varsa salat olmalıdır. Amma bu demək deyil ki, salat varsa mütləq şorba da olmalıdır. Xeyr. Yəni, şorba salatdan asılıdır. Şorba tək özü qatıla bilməz. Amma salat özü tək qatıla bilər. Yəni, menyuda ola bilər. İndi baxıram, hansılar deyil ola bilər. Baxmış olsam. Görərəm ki, 5-də məsələn şorba var, amma nə yoxdur? Salat yoxdur. Şorba salatsız ola bilməz. B variantı getdi. Başqa yerdə şorba var, salat yoxdursa onu çıxaram. Başqa yerdə ki görmürəm. 5 çıxacaqsa D variantı getdi, Y variantı getdi. Sonra kebab da meyvə şirəsi ilə qatılmalıdır. Yəni kebab varsa orada mütləq də meyvə şirəsi olmalıdırsa, məsələn 4-də bir dənə baxın, kebab var amma meyvə şirəsi yoxdur. Ona görə mən 4 də çıxacağam, 4 də səhvdir. Amma digərlərinə baxsam, birincidə çaydır, salatdır, meyvə şirəsidir. Məsələn, deyə bilərsiniz ki, salat var, amma kebab, şorba yoxdur. Yəni, problem yoxdur orada. Salat özü öz başına qatıla bilər. Yəni, şorba salatdan asılıdır. Salat şorbadan asılı deyil. Yəni, birdə heç bir problem yoxdur. Meyvə şirəsinə həmçinin kebabsız qoşula bilər. 2-də şorbadır, salatdır və çaydır. Şorba varsa salat onun yanında var. Heç bir problem yoxdur. Çaydakı, yəni, əlavə sifariş olunur, problem yoxdur. 3-də salatdır. Salat burada ola bilər, heç bir problem yoxdur. Özü tək başına qatıla bilər. Kebabdır. Kebab varsa meyvə şirəsi də olmalıdırsa, meyvə şirəmiz də var. O da olur doğru cavab kimi. Yəni 1-2-3-də heç bir problem yoxdur. Doğru cavabımız olur C variantı. 25-ci sual. Deməli fiqur arıcılığıdır. Fiqurların arıcılığına baxmış olsam, ox məsələn 1-də idi, gəlib 2-də olub və növbəti 3-də olub. Və digər növbətdə harda olmalıdır? 4-də olmalıdır. 4-də olmalıdırsa, deməli Y gedəcək, B gedəcək, C gedəcək. A-la D-nin fərqinə baxmış olsam, məsələn, oxların arıcılığına diqqət yetirmiş olsam, 3-dədir, sağ tərəfə doğru gedir 4-də. Da 4-dən gedə biləcək yeri yoxdur deyə sağda. Gəlib 1-ə. Və 1-dən sonra hara gedəcək? 2-yə getməlidir. 2-yə getməlidirsə, o da olur doğru cavab kimi A variantı. Növbəti baxıram 26-cı suala. 26-cı sualda görürəm ki, dairədir və dairənin bir hissəsi rənglənib. Və onun qarşısına yazıb 4-də 1. Artıq baxan kimi başa düşürəm ki, mən bu rənglənmiş hissələrin sahəsini yazıb. Yəni, neçə dənə hissəsi rənglənib? 4-də 1 hissəsi. Yəni, mən bu dairəni 4 hissəyə bölmüş olsam, 4 dənəsindən 1 dənəsi rənglənmiş olub. İndi ikinciyə baxmış olsam, yenə də rəngli hissələrin sahəsini soruşulur. Neçə hissəyə bölünüb bu? 1, 2, 3, 4, 5, 6. 6 hissəyə bölünüb və neçə dənəsi rənglənibdir? 3 dənəsi. 3 bölünsün 6, yəni ixtisar getmiş olsa olur 2-də 1. Yəni 2-də 1 hissəsi rənglənmiş olub. Bu da olacaq doğru cavab kimi Y. 27-ci sualımızda. 27-ci sualımızda hər kvadratın daxilində, elə bil hər sərhəddin daxilində fiqurlardan bir dənə olmalıdır. Yəni hər bir fiqurdan bir dənə olmalıdır. 2 dənə ola bilməz və yaxud da hər hansı bir fiqurdan
bir sərhəddə olmasın? Xeyr, ola bilməz. Hərəsindən bir dənə olmalıdır. İndi baxın sual işarəsinin yerində. Görək nə olmalıdır burada? Məsələn, baxmış olsam, qara düzbucaqlımız var. Ağ üçbucağı var, qara dairə var. Altı bucaqlı var, nə yoxdur burada? Ağ düzbucaqlı. Ağ düzbucaqlı yoxdursa birinci ağ düzbucaqlı olmalıdır. B getdi, C variantı getmiş oldu. Sonra ikinci bloka baxmış olsam, burada bəs nə çatışmır? Orada çatışmayan, baxın, qara düzbucaqlıdır. Burada da qara düzbucaqlı olmalıdır. Aha. Sonrasında baxmış olsam, burada qara dairədir, bir də nədir? Ağ altı bucaqlıdır. Y variantı düz olacaq. İndi gəl baxaq, davam edək. Qara düzbucaqlıdır, ağ düzbucaqlıdır, ağ üçbucaqlıdır, qara dairədir və burada nə çatışmır? Altı bucaqlı ağ rəngdə. Ağ rəngdə altı bucaqlı yoxdursa, o da olur doğru cavab kimi Y variantı. 28-ci sualımız deməli fiqurədədir. Mən burada görmüş olsam görərəm ki, sərhədlə bunları ayırıb, yəni iki hissəyə ayırıb bu altı bucaqlını. Və orta hissədə nə var? Dairədə yazıb ədəd. Bu fərqli hissədə yazılan, yəni ortada yazılan bizim həmişə cavabımız olur. Və bir də sol tərəf və sağ tərəf ayırıbsa, demək ki, soldan ayrı istifadə edəcəm, sağdan ayrı istifadə edəcəm. Sol tərəfi cəmliyim bir dənə görün bu ədədləri. 11 üstə gəl 25, 36 üstə gəl 16, olacağı neçə? 52. Sağ tərəfi cəmləyirəm. 10, 13 və 24. 23 üstə gəl 24-ümüz olacaq 47. Aha. 52-dən də mən 47-ni çıxmış olsam bizə 5-i verir, düzdür. Deməli, mən sol tərəfin cəmindən sağ tərəfin cəmini çıxmalıyam. 18 üstə gəl 5, 23. Və buradan nə isə çıxıb 10 almalıyamsa 13 çıxmalıyam da buradan, düzdür. Yəni, bu hissənin cəmi bizə 13 verməlidir ki, bunların fərqi 10 olsun. 3 üstə gəl 2, 5-dir və 5-in üzərində mən 8-i gəlmiş olsam 13 olur. O da olur doğru cavab kimi B. 29-cu sualda deyir ki, kitab rəfinə 9 kitab yerləşdirilmişdir. Kitabların 4-ü Səməd Vurğunun, ikisi Bəxtiyar Vahabzadənin şeir kitablarıdır. 4 dənəsi Səməd Vurğunundur. 2 dənəsi isə Bəxtiyar Vahabzadənindir. Deyir, qalan kitablar dərsliklərdir. Qalan nə qədərdir? 4 dənəsi Səməd Vurğun, 2 dənəsi Bəxtiyar Vahabzadədirsə, 3 dənəsi dərslik kitab olur. İndi deyir, eyni müəllifin şeir kitabları mütləq bir-birinin ardıcı yanaşı yerləşdirilməlidir. İndi bax yazıram 1-dən 9-a qədər rəf yanaşıb da 1, 2, 3, 4, 5, 6, 7, 8 və 9. İndi baxmış olsam, eyni müəllifin şeir kitabları yanaşı düzülməlidir. Əgər deyir 6-cı olaraq Səməd Vurğunun kitabı dayanıbsa, 6-cı olaraq Səməd Vurğun. İndi bizə nə deyir? 8-ci deyir olaraq dərslik kitabı yerləşdirilibsə. Burada yazarım dərslik kitabı 8-ci yerə. Deyir, Bəxtiyar Vahabzadənin kitabı deyir, neçənci yerdə olacaq? Hansı yerdə mütləq Bəxtiyar Vahabzadənin kitabı olacaq? İndi baxın, Səməd Vurğun əgər 6-dadırsa, mən indi bu Səməd Vurğunu yanaşı yazmalıyam. 4 dənə düzdür bizə Səməd Vurğun. Deyirəm ki, Səməd Vurğunun kitabı olsun 7-də, Səməd Vurğunun kitabı olsun 5-də, Səməd Vurğunun kitabı olsun arada 4-də. Düzdür? Bəxtiyar Vahabzadənin kitabları da hara qalacaq? Bəxtiyar Vahabzadəni təbii ki, gəlib 9-a yaza bilmərəm. Çünki yanaşı deyir axı. Bəxtiyar Vahabzadənin 2 dənə kitabı var. Da gətirib bura Bəxtiyar Vahabzadəni yazmış olsam, bəs birində 10-a yazım. 10 olmazaq, çünki 9 kitab yerləşdirilməlidir. Yəni 9 dənəsidir. Yəni onu gətirib yaza bilmərəm. Gətirib ara yazaram Bəxtiyar Vahabzadəni. Ya 1-2-yə yazaram, ya da yazaram 2-yə və 3-ə. Da başqa hissəyə mən yaza bilmərəm axı. Çünki dərslik kitabı var burada. Bu dərslik kitabı işi pozur. Ona görə də Bəxtiyar Vahabzadənin kitabları ya 1-2 ya da 2-3 ola bilər. Mütləq hansında olacaq deyirsə, baxın ikincidə, hər iki versiyada Bəxtiyar Vahabzadənin kitabları hardadır? İkincidədir. O da olacaq doğru cavab kimi Y. Yəni 3-də ola da bilər, olmaya da bilər. Çünki bura boşluq da yazmışam. 1-də ola da bilər, olmaya da bilər. 3-cüdə, 4-cüdə ümumiyyətlə ola bilməz. Çünki burada Səməd Vurğunun kitabı var. Başqa formada ikincidə də sənin düzgün cavabın olur. 30-cu sualda deyir, məhəllədə 8 bina tikdilər. Onların orta hündürlüyü 38 metrdir. Onlardan deyir 4-ün orta hündürlüyü 29 metrdirsə, qalan 4 binanın orta hündürlüyü neçə metrdir? Deməli 8 dənə bina. Deyək ki, x1, x2, x3-dür, x4-dür, x5, x6, x7 və x8. Yəni 8 dənə binanın ədədi ortası, orta hündürlüyü 38 nə deməkdir? Bölürsən bunu sayına, bərabər götürsən nəyə? 38-ə. İndi deyir, onlardan 4-ün orta hündürlüyü 29 metrdirsə, qalan 4 binanın orta hündürlüyü neçə metrdir? Ümumiyyətlə belə deyək də, 4 dənəsinin cəmi, 4 dənəsinin ədədi ortası.
Nə qədərdir? 29-dursa, 29-dursa. Bunu da bilmirəm, x-dır. Yəni 29 ilə x-i mən cəmləyib 2-yə bölə bilərəm, düzdür? Elə ki 4 bunlara uyğun götürürəm də. X-də də ortası olsun. 29 ilə x-i cəmləyirəm. Bərabər götürürəm nəyə? 38 vurulsun 2-yə, yəni olacaq 76. X da nəyə bərabər olacaq? 76-dan çıxacaqsan da 29-u deyəcəksən ki, nə qədər imiş? 47 imiş. Yəni ki, qalan 4 dənəsinin ədədi ortası nə qədər imiş? 47 imiş. Bu olacaq, doğrucaq kimi B. 31-ci sualda anaqramdır. İndi mən tapmalıyam ki, hansı sözlərdir bunlar? A variantı şlyapadır. B kepkadır. C papaqdır. D furaşka. Aha. Y isə şərfdir. Deməli, şlyapa, kepka, papaq, furaşka, bunlar furaşka hərbi papaqdır. Bunlar başa geyinilən geyim növüdür, amma şərf isə bunlardan fərqlidir. Y olur, doğrucaq kimi Y variantı. 32-ci sualımızda. Deməli, cədvəllərdir. 2 dənə dairədən 16 yazılıb. Dairə ilə ulduzdan 24 alıb. İndi mən fikirləşəm ki, bunlar nə ola bilər? Deyirəm ki, bu dairələr olsun 4. Yəni, hasillər deyək ki, 4 olsun 4 olacaq 16. Artıq dairəmiz 4-dürsə, ulduzumuz da neçə olacaq? Ulduz da 6 olar ki, 6 vur 4 olsun 24. Kvadrat olacaq 5. İndi bizdən nəyi soruşur? X-dan Y. Kvadratı mən 5 tapmışdım axı. Hasillərdir. 4 vurulsun 5, x olar 20. 5 vurulsun 5, y olar 25. Yəni x 20, y də 25. 20 və 25 olacaq D variantı. 33-cü sualımızda aşkar operator. Aşkar operatorda bizdən A-nı soruşur və cavabı verib. Əgər cavabı verib A-nı soruşursa, bu zaman tərsdən gedirik. Yəni ki, sondan əvvələ doğru gedirik. Normalda nə edəcəkdik? Məsələn, baxacaqdım, birinci mötərizənin daxilindən başlayacaqdım, rombu həll edəcəkdim. Rombu həll edəndən sonra da mötərizənin xaricində olan kvadratı həll edəcəkdim. Amma burada cavabı verib bizdən A-nı soruşur deyə, mən buradan tərsinə getməliyəm. Yəni ki, birinci kvadratı həll etməliyəm, sonrasında rombu həll etməliyəm. Fikir vermiş olsam, ən sonunda kvadratı tətbiq edib hər hansı bir x ədədinə, kvadratı tətbiq edib 35 almışamsa, indi kvadratın da funksiyası nədir? 3A çıxılsın 4-dür. Yəni 3A çıxılsın 4-dür. Mən 35-i bərabər götürürəm. Yəni burada yerinə qoymaq yoxdur. Sadəcə bərabərləşdirmə var. 3A çıxılsın 4-ü 35-ə bərabər götürdüyümüzü gəl bu tənliyi həll edim. 3A nəyə bərabərdir? 35-in üzərində 4 gələrəm 39. A da bərabər olmuş olur. 39 bölünsün 3, 13-ə. A-nı tapdım ki 13'dür. Artıq yenə də yerinə qoymuram. Bu aldığımız 13 romb operatorundan alınmış 13'dür. Çünki burada A ədədinə birinci rombu tətbiq etmişik. Hər hansı bir ədəd almışıq. Həmin ədədə də ən sonda kvadratı tətbiq edəndən sonra 35 almışamsa, bu zaman mən tərsinə getdim. Ona görə də romb operatoruna da, yəni 2A üstə gəl 5-ə də 13-ü bərabər götürürəm. 2A'mız nəyə bərabər olmuş olur? 13 çıxılsın 5-ə, yəni 8-ə. A da bərabər olmuş olur 4-ə. Yəni sənin doğru cavabın olur nə? 4, yəni Y variantı. Yəni burada yerinə qoymaq yoxdur, sadəcə bərabərləşdiririk. Dediyim kimi, əgər A-nı soruşursa və bizə cavab veribsə, bu zaman nə edirik? Sondan əvvələ doğru. Sondan əvvələ doğru mötərizənin çölündə birinci hansı operatordursa, onun funksiyasını ədədi bərabər edib cavabı tapırıq. Həmin tapdığımız cavabı da mötərizənin daxilindəki olan operatora bərabər edib, ondan sonra səndən soruşulan tapmış olursan. Növbəti baxıram 34-cü sualımıza. 34-cü sualımızda birinci və ikinci fiquru cəmləyib üçüncünü almışıq. Əgər eyni fiqurların cəmlənməsini görürəmsə və ağ-qara rəngi görürəmsə, o zaman burada biz 4 dənə cəm yazırıq. Yəni necə? Uyğun hissələrdə ağla ağı cəmləyəndə nə almışam? Qarala qaranı cəmləyəndə nə almışam? Bir var ağla qaranın cəmi, bir də var qarala ağın cəmi. Aha. İndi mən uyğun hissələrə diqqət yetirməliyəm. Ağla ağın cəmindən baxın nə almışam? Ağdır, bu hissə də ağdır. Cəm olub qara. Qarala qaranın cəminə baxıram. Qaradır. Və qaranın cəmini nə almışam? Ağ rəngi almışam. Uyğun hissələrdə. İndi baxıram ağla qaranın cəmi. Ağın üzərinə qaranı gəlib, yenə də ağ almışam. Aha. İndi baxıram qaranın üzərinə ağı gəlmişəm. Nə almışam? Yenə də ağ almışam. İndi cəmlərə diqqət yetirsəniz, sadəcə ağla ağ cəmlənəndə qara olur. Qalan digər 3 dənə cəmdə isə ağ olur. Yəni sadəcə ağla ağın cəmindən qara alıramsa mən. İndi mən gəlib baxmış olsam, sadəcə ağla ağın cəmi hardadır? Baxın burada. Qalan hissələri sadəcə ağ qaradır. Yəni fikir vermiş olsam, yəni yalnız bu hissələr bizdə qara olacaq. Digərləri isə ağ olmalıdır.
Bu da nə olur doğru cavab kimi? E variantı. Və yaxud da bir gəlib yoxlaya da bilərik. 35-ci sual. Analogiyadır. Sevinç gülmək. Yəni sevincdən gülmək yaranır, gülürük. Matəmdən şadlanmırıq, qorxudan qorxutmuruq, kədərdən isə ağlayırıq. C variantı bizim doğru cavabımız. Dürüstlükdən aldanmırıq, müalicədən ağrımırıq. Ona görə C variantı bizim doğru cavabımız olur. 36-cı sualda qanun uyğunluğu mən müəyyən etməliyəm. Baxıram ki, görəm bu fiqur bunun 180 dərəcə çevrilmiş formasıdır. Yəni 180 dərəcə bunu çevirmirsən. 180 dərəcə fərqi yoxdur. Ya sadə əqrəbi istiqaməti, ya da sadə əqrəbin əksi istiqaməti. Sadəcə bu fiqura baxsan cavab tapırsan. Yəni bax budur. Gəlib bax belə olub. 180 dərəcə çevrilib. Yəni gəlib mən bunu 180 dərəcə çevirməliyəmsə, yəni bu aşağı hissəyə baxırdısa, mən bunu çevirib baxın bax belə olmalıdır. Bu formada olmalısa, bu da hansı variant olar? C olmaz, A olmaz, D olmaz, Y olmaz. Doğru cavabı nə olur? B variant. Sadəcə burada bu hissədə bu xətti düzgün verilməyib. Yəni qalan forması düzgündür. B variantı düzgün cavabımız olur. 37-ci sualımızda. Deməli diaqramdır. A, B, C, D, Y, F-in cəmini 176 verib. Bizdən soruşur Y ilə A-nın fərqini. İndi mən baxmış olsam, görərəm ki, A neçədə dayanıb? 3-də dayanıb. B neçədə dayanıb? 5-də dayanıb. 1-də dayanıb. İndi mən bunların nisbətlər formasını yazsam, məsələn, X formasını da A 3-dədirsə, bura deyirəm 3x. Buna deyirəm 5x. Yəni bunların hamısının cəmi 176 axı. İndi mən bunların hamısını təbii ki 3-5-i cəmləsəm 176 verməz. Yəni müəyyən nisbətlər formasındadır. C-miz olur x, D-miz olur 2x, Y-miz olur 7x, F-imiz olur 4x. İndi mən bunları cəmləsəm 3 üstə gəl 5, 8, 9, 11, 18, o da olur 22. Yəni 22 qismimiz bərabər 176-ya. Mən buradan x tapa bilərəm, düzdür? X neçə olacaq? X olacaq 8. İndi səndən Y-dən A-nı çıxmağı soruşur. Yəni Y-miz 7x idi. 7 vur 8. 56-dan çıxmalısan A-nın qiyməti. A da olur 3x. 3 vurulsun 8, 24-dür. Yəni 56 çıxar 24 olacaq 32. Yəni doğru cavabımız olur A variantı. 38-ci sualda fiqur arıcılığı yenə müəyyən bucaq altında fırlanıb. Yəni məsələn sadəcə 3 bucağa baxmış olsam, 3 bucaq gəlib bu hissəyə düşüb. Yəni görürəm ki, bu 90 dərəcə fırlanıb. Yəni saat əqrəbinin istiqamətini 90 dərəcə fırlanır. Bir dənə də mən bunu 90 dərəcə fırlatmış olsam, gəlib baxın bizdə aşağı düşəcək. Və bizim sağ tərəfimiz qara olmuş olur. Yəni aşağıda və sağ tərəf qara olan hansıdır? B olmaz. C də sol tərəfdir. D də soldur. Bax buradadır verilib. Y-də də olmaz. Bir dənə sənin doğru cavabın olur nə? A variant. Yəni sadəcə bir hissəyə baxaraq da cavab tapmış oluruq. Deməli, baxıram sonra 39-cu sualımızda fiqur cədvəlləridir. İndi baxıram, görürəm ki, birinci sətirdə hamısının kənarları nədir? Qırıq-qırıq xətlərləndir. İkincidə düz xətlərləndir kənarlar. Üçüncüdə isə hər biri 2 dənə kvadratın daxilindədir. Hər biri 2 kvadratın daxilindədirsə, artıq mən variantlardan B-ni çıxa bilərəm. Qırıq-qırıq xətləri də olmaz. Y-ni çıxa bilərəm 1 dənə kvadratın daxilindədir. Hələ ki, digərlərinə dəymirəm. İndi mən baxmış olsam nəyə? Baxaram, daxillərindəki fiqurlara baxmalıyam. Məsələn, üçbucaqdır, nöqtədir, dairədir, düzdür. Üçbucaqdır, kvadratlı nöqtədir. Yəni fərqli fiqurlar olmalıdır. Dairədir. Sonrası yenə bir dənə dairədir və daxilində nəsə olmalıdır. O daxilində nə olacaq bizdə? Kvadrat olardı, düzdür. Kvadrat olmalıdırsa və 2 dənəsinin daxilində olmalıdırsa, məsələn, bu hissədə heç nə yoxdur. A variantında heç nə yoxdur. A variantı getdi. D variantında kim ola bilməz? Çünki məndə bundan var da, indirəm onu. Bu da olmaz. Sonrasında artıq mən baxmış olsam nəyə? Olacaq doğru cavabımız C variantı. Bir də fikir vermiş olsa, burada dairədir. Baxın, 3-cü fiqurumuz dairədir və bunun daxilində qara üçbucaq var. Qara üçbucaq sadəcə görsənməyib, üstə düşünə görə görsənməyiblər. Bu da üçbucağın daxilində nədir? Dairədir. Bir də bizim nə olmalıdır? Kvadrat olmalıdır. Bu da doğru cavab kimisi. Baxıram 40-42-ci suallara. Deməli, 3 bloklu sualımızdır. Deyir ki, A, B, C, D, Y, F və J adlı işlərdən ikisi professor, ikisi dosent, digərləri müəllimdir. Onlardan biri 600, ikisi 500, ikisi 400 və ikisi 300 manat maaş alır. Məlumdur ki, heç bir professor, dosent və müəllimlərdən, heç bir dosent isə müəllimlərdən az maaş almır. İndi baxın, bunların maaşlara görə düzürəm mən. Deməli, bir nəfər 600 manatdır. 2 nəfər 500 manat alır. 2 nəfər 400 manat maaş alır. 2 nəfər 500 yazın. 2 dənə 500. 2 dənə 400-dür. Aha. 2 dənə də 300 var. 300.
Ümumilikdə 7 nəfərdirlər. 1, 2, 3, 4, 5, 6, 7. Aha. İndi deyir, heç bir professor, dosent və müəllimlərdən, heç bir dosentliklə müəllimlərdən az maaş almır. Artıq başa düşürəm ki, professor dosentlərdən və müəllimlərdən çox alırsa, dosentdən böyük, dosentlərdən müəllimlərdən çox alırsa, bunu belə yazıram. İndi sən nə deyir? Bu işçilərdən ikisi professordur. İkisi dosent, digərləri isə müəllimlərdir. Artıq başa düşürəm ki, professorlar dosentlərdən çox maaş alırsa, deyirəm ki, 600 manat alan nədir? Professordur. Deməli 500 alan da professordur. Da gətirib professoru 400 yaza bilmərəm ki, 2 dənə professor var da, bizdə düzdür, yazıram. Yəni ki, professorun dosent bərabər maaş ala bilərlər. Əsl o da az olmasın. Yəni dosentlə müəllim də eyni maaş ala bilərlər, sadəcə az olmasınlar. Deməli, 2 nəfərdir bizdə nə var? 2 nəfər dosentdir, yazıram bura. 3 nəfər də müəllimdir. Müəllimləri də gətirdim, yazdım, adi müəllim. İndi şəxsləri bilmirəm kimlərdir. İndi deyir C, D, F, G qadınlardır, A, B, Y isə kişilərdir. Qadınlar ya professor, ya da dosentlər. Qadınlar ya professor, ya da dosentlərsə, bu 4 dənəsinə C, D, F, G-ni yazacağım. A, B, Y isə, buraya yazıram C, D, F, G. Elə bilmirəm ki, hansıdır. Deməli, A, B, Y nədir? Müəllimdilər. Kişilər də müəllimdir. İndi nə deyir? J professor olmasa da, professor olan C-nin aldığı qədər maaş alır. C-ni artıq bilirəm ki, baxın, bu 4 dənəsini yazmalıyam, düzdür. C professor deyilsə, C nə olacaq? Dosent olacaq. Və C-nin aldığı, professor olan C-nin aldığı qədər maaş alırsa, bu J şəxsi, J deməli nədir? 500 manat alan dosentdir. C isə 500 manat alan professor olmuş olur. C-ni də gətirdim, buraya yazdım. Deməli, C-ni yazdım, D-ni yazdım, C-ni yazdım, bir də J-ni yazmışam. D-ni F qalıb, bilmirəm 600 yazım, onlara 400 yazım. Hər iki qalsın. Sonra nə deyir? F A-dan 100 manat çox maaş alır. F A-dan 100 manat çox maaş alırsa, A baxın ikincisi də F isə yuxarıdadır. Deməli, artıq başa düşəcəm ki, mən bu F-i 600 yaza bilmərəm. Çünki 600 yazsam A-ya görə 500 yazım. A-da 500 olanların sırasında ola bilməz. 500-də adamları yazmışam. İndi fikirləşirəm ki, mən bu F-i gətirib 400-ə yazaram. A-nı da gətirib yara yazaram 300-ə. Fərqi yoxdur hansını yazsan, ya çünki 300-dür və müəllimdilər. Fərqi yoxdur. A-nı gətirib buraya yazdım. Artıq burada F-i, J-ni, C-ni yazmışamsa, bir dənə nə qaldı? Bizdə D qalmışdı. D-ni də gətirib yazıram hara? 600 manat maaş alan professora. Bir dənə bizdə qaldı nə? B nə Y? A-nı yazmışam, B nə Y qalıb. Artıq bilmirəm ki, B mi buradadır, yoxsa Y mi? İkisindən biri. Dəqiq bilinmir, məlum deyil. Qalsın olar. İndi baxıram suallarımıza. Əgər deyir, B F-in aldığı qədər maaş alırsa, F deməli 400 manat maaş alırsa, bu zaman deməli burada nə olacaq? B olacaq. 400 manat alan B olacaq. Y də olacaq harda? 300 manat maaş alanda. Yəni bu sualı dairəyə alıram, şərti. Çünki artıq 41-ci sualı keçdikdən sonra bunlara silmiş olacaq. Niyə? Çünki şərtdə verilən şərt, demək sualda verilən şərt sadəcə o sualın özünə aiddir. O sualı həll etdikdən sonra onu siləcəksən, davam edəcəksən öz bildiyin yoluna. Əgər deyir, B F-in aldığı qədər maaş alırsa, o zaman necə olacaq? B J-dən deyir 100 manat az maaş alır. B J-dən 100 manat az maaş alırmı? Düzdür. Çünki B 400-dür, J nədir? 500. Böyle sənin doğru cavabın olur. Bir B-yə baxım. Y deyir, C-dən 100 manat az maaş alır. C 500 alır, Y isə 300 alır. 200 manat az daxı. Bu düzgün deyil. C-yə baxıram. B deyir, C-dən 200 manat az maaş alır. B C-dən 200 manat az maaş alırmı? Yox, 100 manat az maaş alır. Bu da getdi. A deyir, B-nin aldığı qədər maaş alır. A, B-nin aldığı qədər maaş alırmı? Xeyr. B 400-dür, A 300-dür. Bu da getdi. B D-dən 300 manat az maaş alır. B-miz 400 manatdır. D-miz nə qədərdir? Bəs D-miz də 600-dür. O 200 manat fərq var bunların arasında. Bu da səhvdir. Bu da getdi. Artıq mən 40-cı sual yazdımsa bunu silə bilərəm. Elə ki, bilmirəm, yəni ya B olacaq, ya da Y olacaq, hər hansısa biri. Dosentlər deyil, kimlərdir? F-lə J. Bunu dəqiq yazmışam, o da olur doğru cavab kimi deyil. Aşağıdakıların kimin maaşı dəqiq tapılmır? B və Y-nin dəqiq maaşı tapılmır. Hansı variantda varsa onu götürəcəksən. B yoxdur, Y var, o da olacaq doğru cavab kimi D variantı. Cədvəldə deyir, A və B anbarlarında 5 növ meyvədən bəzilərinin kiloqramla miqdarı
Digər meyvələrə görə faiz nisbəti verilmişdir. Deməli bizdə 2 dənə anbardır. A anbarı və B anbarı və 5 növ meyvə verilib. 5 növ meyvənin kiloqramla və faizlə ifadəsi verilib. İndi məsələn baxıram, A anbarını mən rahatlıqla doldura bilərəm. Banan 125 kiloqramdır. Bunu verib bizdə nə? Faiz olaraq 25%. Yəni 125 bizim 25%imizi təşkil edirsə, bəs 80 neçə faizimizi təşkil edir? Yəni mən kiloqramı artıq 5-ə bölüb 25 almışamsa, 125-i 5-ə bölüb 25 almışamsa, artıq başa düşürəm ki, kiloqramların hamısını 5-ə bölsəm, mən faiz ala bilərəm də. 80-i 5-ə bölərəm, deyərəm ki, 16%-dir. 24%-imizi 5-ə vurub kiloqram tapa bilərəm. 24-ü 5-ə vursam, deyərəm 120. Aha. Onu mən 5-ə vurub kiloqram tapa bilərəm, deyərəm ki, 50. İndi baxın, bura ümumilikdə A anbarıdır da 100% olmalıdır hamısı. 100% olmalıdırsa artıq bu faizi tapa biləcəm mən burada. 24, 16-nın cəmi 40, üstə gəl 25 olur 65. Üstə gələn olur 75. 100-dən 75-i çıxmış olsam olacaq nə? 25. Düzdür? Artıq 25%imiz 125 kiloqram isə, indi 25%imiz 125 kiloqram olur. O da olacaq 125. Suallara indi gəlib baxıram. Artıq B anbarını mən doldura bilmirəm. Niyə? Çünki kiloqramın qarşısında faiz yoxdur, faizlərin qarşısında kiloqram yoxdur. Ona görə də elə ki gözləyirəm. A anbarında neçə kiloqram portağal vardır? A anbarında deməli 125 kiloqram portağal var idi. Baxın burada qeyd etmişəm. O da olacaq doğru cavab kimi B. Gəlib baxıram 44-cü sualda. Deyir, əgər A anbarındakı əriyin miqdarı B anbarındakı bananın miqdarına bərabərdirsə, A anbarındakı əriyin miqdarı nə qədərdir? 50. B anbarındakı bananın miqdarına bərabərdirsə, 50-yə bərabərdirsə və bizdən nəyi soruşur? Bizdən neçə faiz alma soruşur. B anbarında deyir, neçə faiz alma var. Yəni buradan X-i soruşur bizdən. İndi mən diqqət yetirmiş olsam nəyə? Cədvəldə baxaram ki, baxın, kiloqramla yazdıqlarımın qarşısında faiz yoxdur. Faizlə yazdıqlarımın qarşısında isə ədəd yoxdur. Ümumi bu isə bizə 100% verməlidir, düzdür? 35 ilə 25-in cəmi 60-dır. 100-dən 60 çıxmış olsaq, yerdə qalan boşluqların cəminin faizi 40% olmalıdır. Yəni ümumi 40% verməlidir bizə. 40, 50, 70-in cəmi nə qədərdir? Olacaq 160. Yəni 160 kiloqramımız ümumilikdə bizə nəyi verir? 40% verirsə, 40%-imizi təşkil edirsə, indi məndən almanı soruşur da. Alma da 40 kiloqramdır. Bəs 40 kiloqram neçə faizimizi təşkil edir? X. 160-ı 4-ə bölürəm 40-dır. 40-ı da mən 4-ə bölmüş olsam, deyəcəm ki, 10% imiş. Bu da olacaq doğru cavab kimi nə? D variantı. Artıq bunu yazdımsa, gətirib silə bilərəm. Çünki bax bu əlini silə bilərəm. Dediyim kimi o şərtdə veriləndir bizə. Yəni sualda veriləndir. Sualda verilibsə, o sualın sayıca özünə aiddir. Sualı yazdıqdan sonra gətirib silirik. 45-də əgər A anbarındakı portağalın miqdarı B anbarındakı bananın miqdarının yarısı qədərdirsə, B anbarındakı deməli portağalın miqdarı, A anbarındakı portağalın miqdarı 125-dir. B anbarındakı bananın yarısı qədərdirsə deyirsə, 125 2 qatı olacaq nə qədər? 250. Deməli B anbarında 250-dir. Deməli bizdən nəyi soruşur? Neçə kiloqram ərik var idi? B anbarındakı əriyin miqdarını soruşur. Yenə də fikir vermiş olsam, B anbarındakı əriyin miqdarı, baxın bu isə X-i soruşur bizdən. Yenə də fikir vermiş olsam, 40, 250, 70-in cəmi bizdə 40%-imizi təşkil edir. 40 üstə gələk 250, üstə gələk 70, o da olacaq 360. Yəni 360 kiloqramımız nədir? 40%-imizi təşkil edir bizim. Deməli, bu hissədə əriyin miqdarı da X idi, X kiloqram. X da 25%-imizi təşkil edir. İndi mən X tapmaq üçün nə edərəm? Məsələn, 360-ı 9-a bölüb 40 alıramsa, X-i 9-a bölüb 25 alıram. Düzdür? Yəni əksinə mən bu 25-i 9-a vurub X tapa bilərəm. 25-i 9-a vursam olacaq 225. Yəni 45-ci sualımızın cavabı da olacaq 225. C variantı. 46-cı sualımızda. Tural, Vüsal və Orxanın 168 manatları var. Gətirib yazıram. Turaldır, Vüsaldır və Orxandır. Bunların 168 manat pulu var ümumilikdə. Tural və Vüsalın pullarının cəmi Orxanın pulundan 2 dəfə çoxdursa, Turalla Vüsalı Orxana bərabər etmək üçün Orxanın pulunu gərək 2-yə vurum ki, bunlar bərabərləşsinlər. Vüsal və Orxanın pullarının cəmi Turalın puluna bərabərdirsə, Vüsalın Orxanın cəmi Turala bərabərdirsə, artıq mən gətirib Vüsalın Orxanın yerini Tural yaza bilərəm, düzdür? Və məndən nəyə soruşur? Turalı soruşur ki, Turalın neçə manat pulu var? Yəni Tural Vüsalın Orxanın cəminə bərabərdirsə gətirərəm. Bu hissədə Tural yazaram. Yəni 2T
bərabər olur 168-ə. T'imiz də nəyə bərabər olmuş olacaq? 84-ə. Turalın demək ki, 84 manat pulu var imiş. Növbəti baxıram 47-ci sualımıza. 47-ci sualımızda tərəzidir. 9 fərqli fiqurun hərəsinin çəkisidir. 1-dən 9-a qədər olan ədədlərlə ifadə olunub. Yəni yazıram böyle ədədlərin 1, 2, 3, 4, 5, 6, 7, 8 və 9. İndi bu fiqurları tapdıqdan sonra mən bunları artırması aracılığı ilə düzməliyəm. Tərəzilərdə ən çox kütlə harda varsa ilk olaraq oradan başlayır. Birinci tərəziyə baxmış olsaq 5 dənə simvolun cəmi 1 dənə simvolun cəminə bərabərdir. Mən də gətirib bu simvollara 2 yazmış olsam sol tərəf bizdə 10 olacaq. Gərək sağ tərəfə də mən 10 yazım. Olmaz. Niyə? Çünki bizdə maksimum ədədimiz nədir? 9-dur. Da gətirib mən 3/10 yaza bilmərəm. Ona görə də yaza biləcəyim ədəd nədir? 1-dir. Ümumiyyətlə çoxluq eyni fiqurdursa, həmin o fiqurlara çalışmalıyıq ki, bizdə olan minimum ədədləri yaza bilək. Bura 5-dirsə, deməli sağ tərəfdə 5 olmalıdır ki, tarazlıq vəziyyətində olsun. Tarazlığı da haradan bilirəm? Tərəzinin sol və sağ qolları eyni səviyyədə hündürlükdədir. Artıq başa düşürəm ki, tərəzinin sol və sağ qolları bir-birinə bərabərdir. 3/5-miz də oldu 5. Deməli mən 1-i də yazdım, 5-i də yazdım. Dairəmiz 1-dirsə, gətirib bura 1 yazdım. İkinci ən çox kütlə olan hissə ilə 4-cü tərəzdədir. Artıq mən bura 1 yazmışamsa, gətirib kvadratları nə yazaram? Dediyim kimi, çoxluq eyni fiqurdursa, yaza biləcəyim minimum qiymətləri yaz bura. Minimum qiymətimizi ya 2-ni yazaram, ya 3-ü yazaram. Məsələn, 3-ü yazmış olsam nə baş verir? 3-3-3-ün cəmi 9, üstəgəl 1 olacaq 10. Gərək mən sol tərəfə də 10 yazım. Da mən dairəyə 10 yaza bilmərəm, axı maksimum qiymətim 9-dur. Nətər gətirim 10 yazım? Olmaz. Ona görə də 3 yaza bilmirəm, gətirərəm, yazaram 2-ni. 2-2-nin cəmi 6, üstəgəl 1 olacaq 7. Sağ tərəfimiz 7-dirsə, sol tərəfimizdə 7 olmalı. Yəni bu dairəmizdə nə olacaq? 7 olmuş olur. 2-ni də yazdım, 7-ni də yazdım. 2 və 7-ni yazdıqdan sonra gəlib baxıram ikinci tərəziyə. Biri digərinin 3 misli olan bizdə ədədlərdən hansı var? 3 ilə 9 qaldı, boşluqda düzdür. Artıq başa düşürəm ki, bu 3-dür. Yəni 3 dənə kvadratın cəmi bir dənə dairəyə bərabərdirsə, biri digərinin 3 misli olmalıdır. 3 və 9-dur gətirdim, yazdım. Qaldı 7, 4, 6 və 8. Gətirib necə yazaram? Məsələn, bu 3 bucaqların ikisini gətirib 6 yazaram. Bunlara 4, 8. İndi bilmirəm ki, hansı 4-də, hansı 8-dir. Elə ki, qalsınlar. İndi baxıram, dairəmizin kütləsi nə qədər idi? 1 kiloqram idi. 3 bucağın kütləsi ya 4-dür, ya da 8-dir, bilmirəm. A kvadratın kütləsi, A kvadratımız 2 idi. Qara kvadratımız da nə qədər idi? 3 idi. Artması aracılıqla düzün deyirsə, 1 kiloqram mən birinci yazmalıyam. Bunu da sıra nömrəsini yazırıq. 1 olacaq. Ondan sonra 2 kiloqram olmalı. Sıra nömrəsi 3-dür. Ondan sonra 3 kiloqramlıq olmalıdır. Sıra nömrəsi 4-dür. Və baxın, 4 ilə 8 fərqi yoxdur. Ya 4 olsun, ya da 8 olsun. Hər iki halda hamısından daha çox olmuş olur. Düzdür. Gətirib sıra nömrəsi 2 yazacaqsan. Bu olacaq doğru cavab kimdə? 1, 3, 4, 2. 48-də variantlardan hansılar aşağıdakı kimi 4 qatlanıb kəsilmiş rəngli vərəqin açılışı ola bilər? İndi mən baxmış olsam, görək ki, hansılar bizdə qatlanma formasına uyğun ola bilər. Məsələn, gətirib elə qatlanma formasını çəkirəm burada. Birinci necədir? Düzgün formada aşağıdan yuxarı qatlayıb. Aşağıdan yuxarı qatladıqdan sonra bir dənə sağdan sola doğru qatlayıb. İndi mən baxmış olsam, bunu aşağıdan yuxarı qatlasam bir problem olmaz. Yəni güzgü əksləri ödənir. Sonrası belə də bir dənə qatlanmalı. Yəni sağdan sola doğru qatlansam, burada da problem yoxdur. Yəni biri götürə bilərəm. Amma gəlib 2-yə mən baxmış olsam, baxın belə qatlanmalısa, bunlar bir-birinin üzərinə düşəcəklərmi? Bir dənə baxaq. Gəlib bir-birinin üzərinə düşərlər. Bu formada düşərlər, amma sadəcə gəlib belə qatlayanda isə, yəni sağdan sola qatlayanda isə bunlar üzərinə düşməyəcəklər. Çünki bu güzgüyə yaxın hissədədirsə 5 bucaqlı. Bu güzgüdən uzaqda daxı olmaz. 2 düzgün deyil. Getdi. 3-ə baxıram. 3-də də yenə qatlanmanı çəkirəm. Burada da heç bir problem yoxdur. Simmetriyaya görə bir dənə baxaq. Yəni yuxarıdan aşağıya doğru qatlayıramsa heç bir problem yoxdur. Bir də sağdan sola doğru yenə qatlasaq yenə üst-üstə düşəcək. Bir də problem yoxdur. 3-ü də mən götürə bilərəm. 4-ə baxmış olsam, yenə də aşağıdan yuxarıya doğru qatlayır deyə bu oxlara mən baxmış olsam, bunlar bir-birinin eynisidir. Yəni güzgü əksləri deyil. Güzgü əksi olması üçün bu yuxarı baxmalıydı. Ona görə 4-ü götürə bilmərəm. 5-ə baxmış olsam, 5-də baxım görüm problem varmı, yoxsa yox. Baxın, qatlayıram mən bunu aşağıdan yuxarıya doğru. Aşağıdan yuxarıya doğru mən qatlamış olsam, bunlarda hər hansı bir problem olmayacaq. Və həmçinin sağdan sola doğru qatlasam da yenə də heç bir problem yoxdur. Yəni 1, 3, 5 bizim doğru cavabımız olur.
Sonra növbəti baxıram 49-da. 49-cu sualda ABCD kvadratının təpələri deyir, mərkəzi O nöqtəsi, radiusu 12 sm olan çevrənin üzərindədir. Rənglənmiş hissənin sahəsini tapın. Deməli, radiusu 12-dirsə bir çevrənin, baxın, bura 12-dir. Məndən rənglənmiş hissənin sahəsini soruşur, düzdür? Burada 12-dir. Ümumilikdə bu hissəni mən bölmüş olsam 4 dənə üçbucaq olur. 4 dənə eyni üçbucaq, düzdür? Bu üçbucağın mən sahəsini tapa bilirəm, düzdürmü? 12 vur 12, sahə düstur necə idi üçbucağın? AB bölünsün 2. 12 vuraq 12 bölək 2-dir. Yəni 144 bölünsün 2 olacağı nə qədər? 72. Yəni hər bir üçbucağın sahəsi burada 72-dir. Hər bir üçbucaq 72-dirsə, məndən də rənglənmiş hissənin sahəsini soruşur axı. O da neçə olacaq? 72 vurulsun 3, 216. Belə. Növbəti ən axırıncı sualımız, baxıram 50-ci suala. Deyir ki, sosial araşdırma mərkəzi bir qrup işçi barəsində araşdırma apardıqdan sonra bəlli oldu ki, işçilər hansı kişidir? Aha. Kişilər ya evli ya da subaydır. Evli, bir də var subay. Aha. Evli olanların bəziləri ali təhsillidir. Bəziləri ali təhsillidirsə, bəziləri demək ki, ali təhsil deyildir. Deyək ki, orta təhsillidirlər. Çünki bəzi söz varsa, demək ki, yarısı ali təhsillidir, yarısı isə yox. Subay olanların bəziləri ali təhsilli. Yəni, subay olanlarda da ali təhsilli olan da var, ali təhsilli olmayan da var. Yəni, orta təhsilli də var. Yalnız evli olanların bəziləri atadır. Buna elə ki, tələsmirəm. Evli olanların bəziləri atadır. Ataların bəziləri ali təhsilli deyil. Ataların bəziləri ali təhsilli deyilsə, ataların bəziləri ali təhsilli deyilsə, demək ki, burada ata olan da var, ali təhsillilərin daxilində. Orta təhsillilərin daxilində də ata olanlar var. Yəni ki, həmçinin ata olmayanlar da var. Yəni, demir ki, hamısı, məsələn, ali təhsillilərin hamısı atadır və yaxud da orta təhsillilərin hamısı atadır. Xeyr. Yəni, ali təhsillilərin arasında ata olanlar var. Ali təhsillilərin arasında demək ki, ata olmayanlar da var. Yəni, bunu nəzərdə tutur. Sonra nə deyir? Yalnız evli olanların bəziləri nədir? Atadır. Aha, bunu da bildik. Baxın, yazmışıq elə, evli olanlara ata yazmışıq. Bunu da yarısı atadır. Aha. Sonrasında bizə deyir ki, ataların bəziləri ali təhsilli deyil. Bunu başa düşdük. Müəllim olanların hamısı atadır və ali təhsillidir. Müəllim olanların hamısı ata və ali təhsillidirsə, ali təhsilli olan hissəyə mən burada yazacağım nə? Müəllim. Da müəllimi orta təhsilli yaza bilmərəm ki, müəllimlər atadır və ali təhsillidir. Vəsib. İndi aşağıdakı hökmlərin doğruluğuna dair hansısı uyğundur? İndi baxıram, birinciyə doğruları, ikinciyə səhvləri yazacağım. Deyir, subay olanların bəziləri müəllimdir. Xeyr, subayları mən müəllimi yazmamışam. Müəllim olanlar atadır, ali təhsillidir və evlidirlər. A variant demək ki, nədir? Səhvdir. Getdi. Evli olanların bəziləri müəllimdir. Evli olanların bəziləri müəllimdir, bəli. Evli olanlardan müəllim olanlar var. Bu doğrudur. Aha. C-də deyir, bəzi atalar müəllimdir, bəzi atalar müəllimdir, düzdür. Çünki müəllim olanlar da və müəllim olmayanlar da var. C variantı düz olacaq. D-də deyir, ali təhsillilərin hamısı atadır, xeyr. Ata olmayanlar da var. Bu səhvdir. Y variantına baxıram. Müəllim olanların hamısı evlidir. Müəllim olanların hamısı evlidirmi? Bəli, bu da düzgündür. Müəllim olanlar, baxın, evlidirlər. Evliliyin aşağı hissəsini yazmışam. Bu da olacaq Y. Belə. Yəni 1-ə B, C, Y, 2-yə A və D. Belə. Qəbul 2017-nin izahının sonuna gəldik, çatdıq. Ümid edirəm ki, sizlər üçün faydalı bir video izah olmuşdur. Hələlik.